Salam, xoş gördük. Yenidən sizinləmiş olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Bugünkü mövzumuz çox maraqlıdır. Bir bəy pasiyentimin verdiyi suala əsasən davam edəcəm. Sual olunur ki, nəyə görə cinsi marağı, cinsi ehtirası lap az olan, hiss olunmayacaq dərəcədə və yaxud da heç olmayan bəzi xanımlar, hər xanımdan söhbət getmir, bəzi xanımlar cinsi mövzularda söhbət açmağı çox sevirlər. Yəni demək olar ki, hər zaman o mövzulara, bu mövzu haqqında diskusiyaya hazırdılar. Bunun bir çox səbəbləri var. Birincisi, sadəcə intellektual maraqdır. Yəni, bu insanlara maraqlıdır. Özündə çox zəif olan və yaxud da heç olmayan bir şey başqa qadında necə olur? Yəni, başqa qadın, məsəl üçün, orqazmı necə olur ki, bilir, bu nə olan şeydir? Yəni, bu sadəcə kognitiv şəkildə marağını təmin olunması üçündür. İkinci bir səbəb, bu yolla diqqət cəlb eləmək istəyir. Daha çox öz dəyəri, öz güvəni düşük xanımlar bu kateqoriyaya aiddir. Özündə yoxdur, amma halbuki eləymiş kimi özünü göstərir. Ki, yəni güya ona da bu mövzular maraqlıdır. Üçüncüsü, bu da az əhəmiyyətli deyil, normal görünməyə çalışır ki, güya onda da digər qadınlar kimidir. Yəni, bunun da şuur altında yatan qorxusu qəbul olunmamaq, tərk edilmək qorxusudur. Düşünür ki, məni heç bir kişi qəbul etməz. Yəni, o formada güya müasir görünməyə çalışır, güya normal görünməyə çalışır. Daha sonra dördüncü səbəb, bu sonradan yaranmış belə problemlərə aiddir. Məsəl üçün, deyək ki, xanımın normal cinsi həyatı olub, amma bəzi psixoloji problemlər, stres, depressiya və yaxud da psixotrop dərmanlarla alınan müalicə, xərçəng xəstəliyi, onun nəticəsində alınan dərman müalicələri, qadın orqanlarının götürülməsi, infeksiyalar, hormonal problemlər, yəni və yaxud da yaşlılıq, yəni bunların hamısı daxildir. Yəni müxtəlif səbəblərdən artıq bu qabiliyyətini itirmiş xanımlardır ki, bunun haqqında ona görə söhbət edirlər ki, vaxtilə bunun nə olduğunu biliblər və onu həsrətlə gözləyirlər. Və nəhayət sonuncusu, bu daha bic bir üsuldur, daha hiyləgər bir üsuldur. Amma eyni zamanda da bu da təklik qorxusu ilə əlaqələrdir xanımlarda. Belə xanımlar, yəni ona görə bu cinsi mövzulardan tez-tez danışırlar ki, bir kişini ciddi münasibətə cəlb etsinlər və ondan sadəcə bir uşaq doğsunlar. Ki, bu ən azından tək qalmasınlar deyənə, ən azından bir ailələri olsun deyənə. Mən demirəm ki, bu bütün bu cür xanımlara aiddir, lakin belə kateqoriyalar vardır. Ona görə kişilər onlara aldanıb, onlara nəyisə bir şeyi təklif eləməyə və yaxud da israr eləməyə çalışmasınlar. Diqqətinizə görə minnətdaram. Sağ olun.